Buyur. Buyur abi. Bismillahirrahmanirrahim. İmam Hüseyin adına şehir yazılıb. Kur'an əsasından bu şehir yazılıb seçilib. Aşık odur, baştan keçib can verib. Gəlib bir şey aşık olasan, onun yerini, bunun gedəndə də rahat. Nə çətinlik olsa, onu şirin qəbul eləyəsən. Acı kimi yox, bal kimi. Bu şəhidlərimizə də aiddir. Din vətən şəhidi, ümumi şəhidlərimizin hamısına aiddir. Yəni, onlar o çətinliyi şirinliklə qəbul elədilər. O acını gözəl qəbul elədilər. Gözəl mənimsədilər. O gecə girdi qorxuyasan, gecə ətri insana yayılar. Bəli, onlar o çətinliklər o cür qorxudular, o cür qəbul elədilər, o cür mənimsədilər, o cür qucaqladılar. Bəli, bütün din vətən şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları şad olsun. Onların ata-anası, yaxınlarına Allah səbir versin. Amin. Aşık odur, başdan keçib can verib. Yayım Hüseyin. Aşık odur, başdan keçib can verib. Öz canını canana qurban verib. Yəni, öz şirin canını yaradana qurban verib. Düz yol gedib, baş əyməyib zalimə. Ağay İmam Hüseyin. Bax, düz yol gedib, baş əyməyib zalimə. Can verəndə, para idi bədə. Can verəndə canını asan verib. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Amin. Allah şəhidlərimizi Ağa İmam Hüseynə qonaq kəramət eləsin. Allah din vətən şəhidlərimizin şəfaətindən bizləri binəsib eləməsin. Amin. Allah ölkəmizi ölkələr içində Qur'anla, Əhl-i Beytlə başucu eləsin. Allah millətimizi var eləsin. Dinimizin, toprağımızın düşmənlərin xarı zəlil eləsin. Amin. Teşekkür. Var olsun. Buyur. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə şəhid atası Hacı Mirayə ağaya başsağlıq edirəm. Müəllim bir söz dedi ki, şəhidə rəhmət demək yaxşıdır. İndi bu yaxşıdır, yaxşıdır bilmirəm, amma bu sözün özündə belə hikmət var. Məsələn, biz imamlara Allah rəhmət eləsin deyə bilmərik. Niyə? Çünki rəhmət onlardan yayılır insanlara. Rəhmətin mənbəyi elə olardır. Bizim ona rəhmət deməyimiz məntiqsiz bir şeydir. İndi rəhmət rəhm eləmək deməkdir. Allah rəhm eləyib, lütf eləyib ki, insan şəhid olur. Yəni şəhidlik elə balaca məqam deyil ki, dünyadan köçdü deyəsən ki, Allah rəhmət eləsin belə. Bəlkə Allah elə öz rəhmin əta eləyib ki, onlar şəhadət zirvəsinə çatıblar. Ona görə mən özüm şəxsən Mir Asif ağa şəhid olan dövrdə mən müharibədə olmuşam. Orada onun dəfnində mən iştirak edəməmişəm. O vaxtın çətinliklərin digər iştirakçılar kimi, yəni döyüş iştirakçılar kimi mən də bilirəm. O vaxtın şəhidlərin çətinliklərini mən də bilirəm. Döyüşdə iştirak edirəm. Yəni deyirəm, ağanın cənazəsi gələn vaxtı mən evdə dördüm, mən müharibədə idim. Həmin vaxtı Füzulda idim. Ona görə və mənim özümün də deməli iştirakımdan biz Biləsvara 4 dənə şəhid getmişik. Biri Bəydildə Əlidir, adı bilmirəm kimdir. İkisi Əldevlərdədir, biri Şakirdir, Rafiq. Bir dənə də Kilovkada da Fəxrəddin. Bunlar mənim yanımda şəhid oldular və onların cənazələrini biz getmişik. Bura getmişik. O ağrılar, o acılar, mən deyərdim ki, o müharibədə olmayan adamlardan mənə daha yaxındır. Yəni, onları mən daha çox dərk edirəm. Bəli. Allah rəhmət eləsin. Yəni, biz öz nəzərimizə belə deyirik. Allah bu şəhidlərin şəfaətin bizlərdən binəsib eləməsin inşallah. Çox sağ olun, sizə də təşəkkür edirəm. Allah kömək eləsin.